Hər vaxtınız xeyirli olsun değerli izleyicilerim. Kanalıma xoş gəlmisiniz. Mən bugün kartoflu qiyməli zapikanka bişirmişəm. Çox dadlı, ləzzətlidir. Vaxt itirmədən keçirəm hazırlanma qaydasına. Əvvəlcə mal ətini ət maşının iri gözündən keçirdim və əlavə elədim tavaya, bişirdim. Et biraz pörtdü. Xırda doğradığım soğanları əlavə elədim etin üzerine. Biraz qatışdırdım və ədviyyatlarını əlavə elədim. Bura vurdum duz, pul biber, qara istiot və biraz da sarı kök əlavə eləyib yaxşı-yaxşı qatışdırdım. Qatışdırandan sonra tavanın qapağını koydum ki tam pişsin, yağa düşsün. Qiymə yağa düşdü, soğanlar tam pişdi, ədviyyatlar da tam qatışdı. Qiyməmiz hazırdır. İndi keçirəm kartof hazırlamaya. Kartofu soyub yumuşam, bu cürünə halqavarı doğramışam. Bura əlavə elədim duz, istiot, sarı kök, mayonez. Yaxşı-yaxşı qatışdırdım ki kartofların hamısına qatışsın. Əlavə elədiklərim. Biraz da duru yağ, zeytun yağı əlavə elədim. Yenə qatışdırdım. Mən belə bir şüşə qabda bişirdim. Siz soba listində də bişirə bilərsiniz və yaxud da tavada. Şüşə qabı yağlamışam. Hazır elədiyim kartofları düzürəm qabın içinə. Kartofun qalan mayonezli, duru yağlı sosu da onu da əlavə eləyirəm kartofun üzərinə və deməli soba peçində sobada bişirdim. Kartof pişib biraz qızarana qədər. Ondan sonra hazır elədiyim soğumuş bu qiyməni də əlavə elədim kartofun üzerine. Bir de Holland pendiri. Holland pendirini də əlavə eləyəndən sonra yenə sobada deməli 200 derecede hardasa bir 20 dəqiqəyə hazır oldu. Yəni pendir əriyib yüngülvari qızarana qədər. Zaten ərzaqlar hamısı pişib. Zapikankamız hazırdır. Çox dadlı. Doğrudan da tatlı bir yeməkdir. Siz də hazırlayın, nuş eləyin. İnşallah güman edirəm bəyənərsiniz. Və abunə olub beğen düyməsini basmağı unutmayın. Əziz izləyicilərim, sağ olun, sağlıqla qalın.